Salam aleykum. Bugün Əsr surəsinə nəzər edəcəyik. Allahın üzərinə and içdiyi o böyük həqiqət. Bu surə Əsr surəsi Quranın ən qısa, lakin məna baxımından ən dolğun surələrindən biridir. Əsrə, zamana and olsun ki, Allah burada zamana and içərək diqqətimizi ən böyük sərmayəmizə çəkir. Niyə zaman? Çünki zaman geri qaytarılması mümkün olmayan yeganə şeydir. İnsanın ömrü əslində hər saniyə əriyən bir buz parçası kimidir. Müvəffəqiyyətin və ya məğlubiyyətin təməli zamanı necə dəyərləndirməyimizdən asılıdır. Allah əhəmiyyətsiz bir şeyə and içməz. Deməli, birazdan deyiləcək ziyan məhz zamanın içində baş verir. Həqiqətən insan ziyandadır, itkidədir. Bu ayə ümumi bir vəziyyəti bəyan edir. İnsan fitrətən zamanını maddi və keçici şeylərə xərclədiyi üçün təbii bir iflasa doğru gedir. Niyə ziyan? Çünki dünya həyatı müvəqqətidir. Əgər insan əlindəki ömür kapitalını əbədi bir dəyərə çevirə bilmirsə, o hər gün biraz daha yaşlanaraq əlindəkiləri itirir. Qazanc kimi görünən pul, şöhrət, cavanlıq əslində tükənən bir şeydirsə, bu riyazi olaraq ziyan sayılır. Ancaq iman gətirib salih əməl edənlər bir-birinə haqqı və səbri tövsiyə edənlərdən başqa. Bu ayə ziyandan qurtulmağın 4 qızıl qaydasını təqdim edir. İman gətirmək. Bu zehni və qəlbi bir təməldir. Məqsədsiz və inansız bir həyat istiqaməti olmayan gəmi kimidir. Salih əməl, yaxşı işlər, imanın əmələ çevrilmiş halıdır. Quran məntiqinə görə faydasız bilgi və ya hərəkətsiz inanc insanı xilas etmir. İnsanlara, təbiətə və özünə faydalı olmaq şərtdir. Haqqı tövsiyə etmək. İnsan fərdi deyil, sosial bir varlıqdır. Yalnız özünün yaxşı olması kifayət deyil. Ədaləti, doğruluğu və haqqı ətrafına da yaymalıdır. Bu cəmiyyəti qorumaq instinktidir. Səbri tövsiyə etmək. Haqq yolunda çətinliklər qaçılmazdır. Bu yolda yorulmamaq üçün qarşılıqlı motivasiya və dözüm lazımdır. Səbir sadəcə dözüm deyil, hədəfə doğru dirəniş göstərməkdir. Xülasə, zaman sürətlə axır və biz fərqində olmadan tükənirik. Bu qaçılmaz iflasdan xilas olmağın yeganə yolu düzgün inanc, faydalı işlər, dürüstlük və əzmdir.